İndi belə deyim dənəm. İnsanlar var ki, belə deyək, atası namaz qılmır, amma gedir atasının yoluna, atası dedi, bu onu eləyir, bu da onu eləyir. Düzdürmü? Onu eləyir, bunu eləyir, onu eləyir. Bəs sizə İmam Əli əleyhissalam dedi ki, bunu eləyin, bunu eləyin, bunu eləyin. Peyğəmbər də bunu eləyin, bunu eləyin, bunu eləyin. Peyğəmbərin sözünü eşitmədiniz. Bəs onda siz onda atanızın sözünü niyə eşitirsiniz? Hansı ki indi başa düşdüyü o öz yerində də hər şey insan öz gezi tezi var, gələcək imana gəlməyəcək. O başa düşdüyü, o bildiyi, o heç öz yerində. Məsələn çəkirəm yəni. Deməyim o ki, hələ ibadət eləmir. Bu şəxsin dalınca niyə geysiz bəs onda? Görürsünüz, çünki nədir? Doğmalı, düzdürmü? Atondur. Bəs o da o kim? Atovun da atosu var, atovun da atosu var, atavun da atası var, atavun da atavun da atavun da atavun da. Düzdürmü? Hara gedir bu ipucları? Gedir çıxırlar Peyğəmbərə. Gördünüzmü? Yəni bu nə deməkdir? Bu da o deməkdir, çıpoçkalardır. Görürsənmi? İndi siz hələ təsəvvür eləyin ki, İmam Əli əleyhissalamın Peyğəmbəri vurduğu zərbə bütün bəşəriyyətin ibadətindən üstündür. Bu nə deməkdir? Bu o deməkdir ki, hələ təqvalı adamlar, hələ əməli salih adamlar təsəvvürə gətir ki, ibadət edir, gecə gündüz oruç tuturlar, gecə namazları qılırlar, bir söz işlətmirlər, əməlləri düz kimi xəttinə dəmirlər, nə desələr budur, odur. Öyle hələ onların ibadətindən sürdü. Siz hələ qaldı ki, durub şeylər axtarırsınız. Görün siz nə qədər azmışsınız, qınamıram, xəstəlikdir. Yarı bu yoldasınız, yarı bu yolda, bax budur. O qalmış ortada. Bilmişsiniz hara keçəsiz, bax budur. Gör hələ bir dənə zərbəsi, bunu Peyğəmbər deyir. Peyğəmbərin sözünə şifa aparırsınız. Peyğəmbərin sözünə ya şifa aparırsınızsa, Allaha şifa aparırsınız. Bax budur. Peyğəmbər dediyini eləmişsə, Allaha şifa aparırsınız. Bax budur. Sizə o dərinlikləri izah eləyirəm lapda. Belə. Yüngülü var. Çünki biləsiniz nə var. Yox, ayılasınız, yatmayasınız. Çünki sizi azdırıblar. Başa düşdünüzmü? 1400 ilində, 1000-ci ildən bəri axırıncı imamların çox şeylər dəyişilibdir. Yadınızda saxlayın. Başa düşdünüzmü? Azınlıqla salıblar sizi. Zərbə nə deməkdir? Bir dənə zərbəsi bütün bəşəriyyətin ibadətindən üstündür. Sən təsəvvür elə. Hələ 11 dənə imamlardan da üstündür. Hələ təsəvvür elə ibadətindən. Bəşəriyyət nə deməkdir? Görürsənmi? İndi təsəvvürə gətirin də. Bax budur. İndi yenə də özünüzün seçimidir. Özünüz bilərsiniz. Məndən demək.